Mən Xəqani Şirvani, sözün qüdrətinə inanan, qələmi ilə dövrümün həqiqətlərini yazan bir şairəm. 12-ci əsrdə Şirvanda dünyaya göz açdım və adımı poeziyanın zirvəsinə daşıdım. Uşaqlıqdan elmə və ədəbiyyata böyük maraq göstərdim. Saray mühitində yaşasam da, azad ruhumu heç vaxt itirmədim. Şeirlərimdə insanın daxili aləmini, həyatın çətinliklərini, ədalətsizliyi və zamanın sınaqlarını dilə gətirdim. Mənim sözüm təkcə mədhiyə deyildi, həqiqətin səsi idi. Töhfətül İraqeyn əsərim səfər təəssüratlarımın poetik salnaməsidir. Qəsidələrim və qəzəllərimlə şərq poeziyasına yeni nəfəs gətirdim. Həyatım çətinliklərlə dolu oldu, zindan həyatı da yaşadım. Lakin mənim üçün ən böyük azadlıq düşüncə və söz azadlığı idi. Bugün də adım əsrlərin o tayından gəlir. Mən Xəqani Şirvani, zamanın sınağından çıxmış söz ustasıyam.